Burada Var. çok şey olacak. Hazır olacak. Gecədə düşürsə, kitablarını qutarım. Kırmızı olan. Neyse, stüdyoda geldi pulsuz da. Neyse, ben size demiyorum. Selamünaleyküm. Selamünaleyküm. Hoş geldiniz. Klasik açılış. Qaymaq və efirdədir, efirdə deyəndə YouTube'dadır hal-hazırda və ikinci sezona başlayırıq və az öncə Cəmil bəy vurğuladığı kimi günü-gündən dala gedirik, əziz tamaşaçılar. Ölüm ayağına doğru ilerleyirik. Bir də bu qalıb. Bu da mən... Ha, bunlar ölüm, bunlar nə Bir də da? bu qalıb, qardaşım verib deyə bunu saxlayırıq. Bu da pulsuzdur deyə gəlmişik, saxlamışıq. Bəs mən indi klasik açılışıma, mən həmişə Dambrowla bildiyiniz kimi Elə onu deyəcəyim ki, Da siz Vinci oxudunuz bu şifrəsi. sezon finalına inan çıxıb yarıda oldu. qaldı. 4 dənəni bildim, ondan sonraki 4 dənəni heç bilmədim ki. Bəs heç olmasa şifrəni deyərdin, cəmaət bəs gözləyirdi. Dəfələrlə yazıblar bizə ki, şifrə nə oldu, şifrə nə oldu. Dan Brown'un Hep bankın qabağında dayanıb şifrəni gözləyirlər ki. bunu bir qardaş, bu şey nə edirdi? Necəsi? Yaxşı. Tətiliniz Qaydasındadır. necə Ənə keçdi? tətilə imkan versizlər, tətilə imkan versizlər. Qaymaqdan tətilə çıxmadı. Ənə tətil qaymaqdan da baba kərvə gəlir, gedib bu istirahət edib. İtaliyada biz yaxtada. Yaxma, yenə yaxma, yaxma, nədir ya? Mən belə şey var. Bəli. Amma xarici biletim yoxdur. Bəli, mən bu söhbətdən sonra demək istəyirəm ki, bizim Bilet daimi qonağımız Xarici yenə də Cəmil Əhməd. O qədər bizimlə- xarici çıxmayıb kesin məlumatı yoxdur. Məlumatı yoxdur. Bəli. Xarici bilet. Olar bir dəqiqə. Mən bunu dəyişim, bunu səhv vurmuşam. Köynəyi dəyişsə. Bunu səhv vurmuşam. Köynəyi tərsə geymişsən deyəsən, bro. Yox, yox. Lakos deyil bu. Yox. Yok lakos da. Qəşəng, lakos. Olmaz ki, mən Dedin də. danışdıqlar. Səsim gəlir qardaş. Baştan başlıyor onda. Yox, Sonradan ehtiyac başlayalım. yoxdur. Və daimi qonağımız Cəmil Əhmədzadə bizimlə. Bəli. Bəli, yenə də ikinci sezona biz başladıq. İkinci sezon açılışını biz tək edirik. Sonra Bəli. isə növbət dəfə bizə bilirsən ki, partapad yazdılar ki, mənə də çağır, mənə də çağır. Müdür kim yazır, onu da çağıracağıq, gələcək. Telefonum olsa qoyun bura ki, zəngin görünsün. Görsən, Görünmür. Sen getirin koyun. Kulağıma tut. Zamanı. Başına sen getirin. Ay yox, masa da heç görünmür. Və elə eləyib ki, masa da görünmədi. Bəs sponsor olana qədər bu masa Ay görsənməyəcək. yox, bu sezon söyüşlərə bip var. Bu sezon biz ancaq mədəni ədəbi sözlərə bip qoyacağıq. Onda bunun əvvəlkini kəsin oradan. Deməli, Bunu montajə qardaş buradan kəs. Deməli Cəmil Əhmədov. Bəli. Instagram adınızla sizə müraciət edirəm. Bəli. Əslində isə biz birliklərik. Aha. Bu fasilə vaxtı möhtəşəm dünyada və Azərbaycanda çox böyük dəyişikliklər oldu, xəbərlər oldu, nə bilim nələr oldu. Biz bunları yığdıq, yığışdırdıq, dedik, bu da zor xəbərdir, bu da zor xəbərdir. Hamısı yaddan çıxdı, itdi, batdı. Arxivlər getdi. Bağlandı o firma. Bəli. Ona görə biz yeni xəbərlər. Aha. Yeni deyəndə ki, son bir həftə 10 günün xəbərləridir. 2000-ci ildən sonra da. 2000-ci ildən sonra. Təzələrdir. Bu müəllim özü 2000-ci ildir. O görə Bizdə bundan əvvəl dış səs yox idi. Bu sezon təzə gəldi. təzə gəlib, amma hələ Dış səsdir, bu istənməyən səsdir. Özdə Mikrofon mu qoşmamış? mikrofon yoxdur deyə yəni belə prosta indi danışır. Mikrofon da ikiliyi. Elmar gəl bura danış. Neyini? Deməli, Özüm orada qaçıb gəlib. Cəmil Əhmədov. Bəli. Bilirik ki, qarşıdan Yeni gəlir. Dünya Azərbaycanına həmrəylik günü. Ora qədər imkanı yoxdur. Evdə gedir uşaqlar, dünya Azərbaycanı. Yeni il yoxdur, qardaş, programda. Ay yox, ay yox, nə yox. Yəni dünya Azərbaycanın həmrəylik gününə hara? Yox, hara. Dünya Azərbaycanına həmrəylik günü qarşıdan gəlir və Təbii ki. ona görə də indi biz ona ayrıca bir veriş çəkib xeylam deyib. Məndə çalacaq. Öyle ki böyle Aygün gəlib burada gedə. Amma başı görsəm kamera qalır. Buradan. Acun deyəndə Acun Şazmovdan sonra fikirdə ya. Bəli, mən Aygün deyirəm deyə. Və bununla bağlı doğrudan yeni il ab-havası, indi bizim yaşda olan adamlar artıq yeni il ab-havasını hiss edir. Əvvəllər yadıma gəlir, yeni il gününü, Novruz bayramının özündə çox belə şövqlə gözləyirdik ki, gəlsin, çatsın, bu gün, ay Allah, bu gün olsun. Bir pıçıq fişəklər vardı, belə pıçıq. Mən bir evi yandırmışam o fişəyini. Sonra mən yeni ildə zəhləm gedir. Ümumiyyətlə bunu deyim. Mən üçün Novruz bayramı kimi gözəl və adət-ənənəmizi yaşadan bayram. Baharın Bir də gəlişi o sizdə. Bəli, baharın gəlişi ilə Nərgiz güllərinin açması, onu iyiləşməsi də o bomba söhbət. Amma bir gündən bahar olmur.
bir güllə bahar olmaz. Bir güllə. Hə, Nərgiz cücü indi başqaları düzəldən marketdə. Nərgiz cücüsü. Nərgiz. Hə, doğrudan yəni evin necə yandırmışım onu danışım. Aha, buyurun. Deməli, o vaxt o balaca şeylər var idi. Yandırdım. Gəldi çıxırdı. Şey deyirlər bizdə, Bengal. Bizə şey fişəniz. Bengal. O zırpaket başqa zırpaket atsan partlayır, ona iş düşür. Yo, Bengal. Sən də Dəmirdə. O ağac sol, bir də bunun dəmirdən. yanırdı. Hə, o dibinə vurdu. Bəli, Belə bəli. lap altdan tuturdu. Bəli. Hə, ondan nəsə elə bir ki uşaq oldu, indi hələ bir paçka alırlar, şey eləyirlər. Deyir, heç məsələdir. Bunu yandır, qutarar bir dənə daha falan bezmişəm. Mən də bunları deyirəm ki, birinchisini yandırıram, görürəm ki, bunun effekti çox zəifdir. Biraz nəm olurdu dükanlarda. Nəm olurdu, başım yanırdı. Belə sən özü belə közərən kimi olurdu. Bəzən o söndürdü, sonra təzə başladı yanmağa. Köhnə yeni ildən qalanlar da olur. Köhnə ola bilər. Mən də deyirdim ki, bunları bir plan qurdum. Dedim, bunların hamısını bir dəfəlik yığım. Bunları bir dəfəlik yandırım, görüm ondan olacaq. Sonra sən bildin ki... Dekabrda 31'i. Vay. Mən də evin içi dədəmə demişəm ki, al da 3-4 dənə al falan bəsbəcə. Alıb. Mən demişəm ki, yandırmışam da qutardı bir dənə də. Bunların hamısını yığdım şeyə. Dekabrın 31'i gördüm sakitlik idi. Televizorda Aygün oxuyur. Kazım oxuyur. Bizim Aygün oxuyur. Çıxdım, getdim kuxnaya sakit. Dedim bu şeylərin hamısını açdım paketdən zıdadım, gizlədim şunları. Topa elədim bir dənə. Nə boydu bir dənə topa. Bu dəmirlər buradan birləşdi, bu gül kimi açıldı belənci. Dedim bunu yandırım. Qəşəng bir dənə şey olsun da. Evin içində həyətə gecə saat 12-də mənə kimini buraxır? 8 yaşım var. Ona görə indi evə. O qədər... Güzel, spitskalı vurdum ona. Bak birinci sən nə elədi? İşıq. Necə gözəl görüntüydü. Sonra gördüm. 3 saniyə var. Alov tökülür. Böyle löpört. Maya halında alov evin ortasında tökülür. Bilmədim neydim. Açdım pəncərəni, attım bu anlamısı aşağı. Yarısı evin içində, yarısı kışkırıq çata, keyfi alır. Ay yedim gəldim təmizi söndürdü önləsinədir. Bu xatirə ilə bağlı yox, amma ümumi belə xoşum gəlmir Yeni ildə. Soyuq deyil. Yeni il kasıbın düşmanıdır yeni il. Yeni ildə kasıb... Kabır kasıbı düşmədi. Yeni ildə günah var. Yeni il də Mesela dekabrın... yeni il şeydə olsaydı, iyulda olsaydı olacaqdı. İyul olsaydı başım xoşum gələ bilərdi. O soyuğa görə yəqin səndə. Amma məsələ nədir? Biz amma o vaxt başqa şey görə gözləyirdik də. Banana görə gözləyirdik. Staris'in salata görə gözləyirdik. Çünki yeni ildə ancaq banan yeyə bilərdik və yaxud da ki... Onu da əgər hansısa bir övladı, qohum balası gəlib yeməsə... Sənə qalsa, bizdən qabaq kimsə gəlib yeməsə sənə qalsa... Əvvəllər bir xatirəsi var, bir yığışma var idi, bir ortam var idi, bir yerə yığışma var idi. Gözəl idi. Hə, bir nəsə var idi. Novruzda da elə idi. Yenə də bir yerə yığışmalar var idi. İndi hamı gedir öz restoranında, öz restoranında Sən qurğun bura dəxrə gedir öz restoranına, valla. Bizim restoranına heç kim gəlmir. Elə idi. Talez restoran patrona qədər. Talez evdə burada salamlayırıq. Salamlayırıq. Yenidən biz onu ikinci sezon. Taleh yüzü evdir. Aydın Kazımov var. Nə baş verib bu? Bakı bulvarında, deməli buz meydançası yaradılıb. Buz meydançası bildiyimdə fırlanırlar bunun içində. Bizim ölkəyə yad bir yenilik gəlib. Bəli. Mən bu xəbərin ardınca nəyə sual vermək istəyirəm sizə? Buz meydançası gedəcəksinizmi? Bir. Bu bir. İkincisi də getdikcə buz meydançası, nə bilim, Halloween partilər və sairələr və ilaxırlar, qəribdən gələn o adət-ənənələr. Hə, bu gəlir artıq bizə doğmalaşır. Yadlar gəlir, doğma olur, yaxın olur demək istəyirsiniz. Bəli. Bu nə dərəcədə düzgündür, necədir, maraqlıdırmı? Ümumiyyətlə belə şey olmalı və s. Lənkəran ərazisində bir dənə söz var, mən istəyim onu deyim. Məsələn, sən hər işin çox güman ki, hər işin sənin qaydasında gedəndə, sən necə, məsələn, hər işin qaydasında gedəndə deyirsən ki, bir dənə filan şey çatmalı olur. Məsələn, bizdə bu əksinədir. Heç bir işin qaydasında getmir. Deyirəm ki, bu evin dağıldı, bu dam dağıldı, su buraxdı, filan elədi, bəs məkan elədi. Bu tərəfdən də böyürdən gəlib işıq pulu deyəndə ki, bu 3 manatı da ver bura. Orada deyirlər ki, bir dənə bizim
Ərağımız çatmırdı. Biz tərəfdən o saqqal da. Bəlkə Göz. Gələ saqqala çıxıb bəli. Hə, bir dənə o çatmırdı. O da indi maşallah olsun. Yəni demirəm olmasın. O insanlar əylənirlər falan filan, okey. Amma buz üstündə yəni bu bizə yad bir şeydir də. Çünki Skandinav ölkələrində, nə bilim Rusiyada, Kanadada, şimal tərəfləri, yəni buzun, qarın olduğu yerlərdə. Çünki xokkey belə yoxdur bizdə. Buzüstü xokkeydən söhbət gedir. Yəni çempionatımız yox, komandamız bəlkə də var, bilmirəm. Buzüstü xokkey nəyə görədir ki, qışdı gələn günün bir dənə bu soyuq olub deyə. Bağlı yerdə bir dənə oyunun görək. Futbol oynayanmayıblar çöldə. Futbol oynayanmayıblar. Gəlib xokkey oynayıblar da. Yəni xokkey oynayıblar, nə bilim mən kanki, figurlu kanki. O şey curling var. Atla gedən vardı, O çövkən görsən, o da bizdə yenə də çöldə bayırda atın üstündə. Buzla bağlı deyil axı. Ona görə deməsən. Bu yəni bizdə get-gedə, bir də bu nəyə təsir edə bilər? Məsələn, get-gedə görəcəyik ki, məsələn, kinolarda, bədii ədəbiyyatda, şeirdə və s. də, rəsmdə biz artıq buz görəcəyik, biz artıq Halloween'dan bağlı nəsə görəcəyik. Nəsə görəcəyik də, getdikcə Novruzu yox. Bu imkan vermir danışmaq. Bunu çıxarsa səsi gəlmir, fikri də yandırır, mənə də yorur. Səsi biraz gəlir. Biraz gəlir. Əylə. Yaxın olsa da kamerası. Bunlar getdikcə gəlib çıxacaq bədii ədəbiyyata, nə mümkün və s. də. Buz üstündə gəzəlmiyorsa. Aslında hə də, yəni Eşən Mehdi sonra gəlib oturub yazır. Eşən Mehdi də, Eşən Mehdi mən çox istərdim ki, bu birinci bunu bu söhbəti qoymağa lazım. Eşən Mehdi, Rəşad Nam Mustafa, hansı ki gənc şairlərdən. Elvin Paşanın da. Elvin Paşa, Rəpər Zarifin yaxşı şeirləri var. Çox gözəl şeir yazan adamlardır və Kərim abi indi daha çox. Amma yəni şeiriyyat tərəfində Kərimlə şirkətdə. Bu adamlar kaş ki sırf yazdıqları şeylərlə yaxşı pullar qazana bilərdilər. Yaşam standartlarında yaşaya bilərdilər. Və sadəcə bu adamların qayğısı yazmaq qayğısı olaydı. Çünki kitablar çıxardardılar. Bəli, əlbəttə kitablar çıxardardılar, yazısıyla məşğul olardılar, sadəcə fikirlərin tökərdilər kağıza. Amma heyf olsun ki, bizdə bu şeylərə diqqət və qayğı yoxdur. Nə bizim tərəfimizdən, nə bizim... Nə qədər ki, buz üstündə gəzənlər çoxalacaq. Gəzənlər qoy çoxalsın, qoy Halloween çoxalsın, qoy mən də gezim. Mən özüm var ha. İnan, Halloween'da o Batman paltarı geyinib düşməsəm küçəyə, elə bilirəm ki, o geyinib. Mən sənə görüblər də, elə. Ona görə sənə sual verdim. Görüm özü deyəcək yoxsa. Bir şey ki, qışda qar yağmır da yəni səndə. Nə edirsən? Qışda 3 gün qar yağırıq. Yəni. Əsəbləşdirməyəsən. Nəysə, elə bu minvalla növbəti xəbərimizə keçid alaq. Deməli, maraqlandığım bir şeylə bağlı istəyəm deyim, oradan daha yaxşı danışaq. Cəmal getdi, sakit yolda hissələdim. Emalı salamlayıq buradan. 2026-cı ildə dünya çempionatı olacaq. Meksika, Amerika, bir də deyəsən Kanadada. Üç ölkədə bir də. Aləm dəcib, səhər saat 5-də futbolda bəlkə də oldu elədi. Bilmirəm, olan saatlarımızda aləm dəcib. Məsələn, odur ki, xəbər yayılıb ki, artıq 2 milyon bilet satılıb oyunlara. İndi sual vermək istəyirəm. Sizin biletiniz varmı? Bu birinci sual. İkinci sualda hansı oyuna biletiniz var? Mən dedim ki, mənim xarici biletim yoxdur. Mən uzaq görən siyasət işlətdim. Mən bilirdim ki, sən bu sualı gətirib çıxaracaqsan. Mən ona gedirəm ki, mənim xarici biletim yoxdur bir. İkincisi ki, bu 2 milyon bilet, sən bu xəbərləri hardan oxuyursan? Mənə gəlir çatırlar. Sən bunlara hardan? Mən heç inanmıram. Yazılıb 2 milyon bilet satılıb. Bu şey satılıb, gələnlər. Gələn hədə oyunlara, yəni orada necədir? Məsələn, qrup mərhələsinin birinci oyunu. Əgər püşkatmaz adı yoxdur, bilinmir. Sən və orada bir məsələ var ki, qeyd olunmuşdur. Günə alırsan bileti. Məsəl üçün iyulun 26-sında tutaq ki, yarım final var. Bilmirsən kimdir. Amma bileti almısan başa. Yarım final alırsan. Uganda ilə Trinidad Tobago oynasan, gəlib baxmalıyam oyuna. Məcbur oyuna baxmalısın. Bəlkə də yaxşı olacaq, amma yəni məcbur oyuna baxmalısan da. Robert, mən bilmirəm. Acil moment. Bəlkə 2 milyon dəyərində bilet satılır. Yox, yazılıb 2 milyon bilet satılır. Ədəd bilet. Bilmirəm, elə yazılıb. Onu dəqiqləşdirmək lazım. Ay 2 milyon bilet, 2 milyon bilet. İndi orada yəqin eventlər var. Məncə stadionların həcmi də o qədər deyil axı. Bu stadionların həcmi olsun 70 min, 80 min. Yox, 48 dənə komandayı qaldırıblar. 48 dənə komanda qaldırıblar. Oyunların sayı çoxalır. Deməli, orta hesabla 40 min
40 min tamaşaçı toplasan hər oyuna və ortalama 80-a yaxın, 90-a yaxın oyun olur da, yəni. 80-90-a yaxın oyun olar məsələn. Bəs nə olacaq? 48 komandadır. 90 olmaz. Meksika, Kanada, Amerikada heç birində 70-80 mindən yuxarı şey yoxdur, stadion yoxdur. 70-80 stadion var. Tamaşaçı hesablayın, yazın, görək nə qədər əslində bilet sayı olmalıdır. Bu bizim ölkənin xəbərlərinin xəbər saytında olur. Hə. Bilətdir. Mən böyle sual vermək istəyirəm ki, sən məsələn Oyunun birini neçə deyirsən? yox, biletin pulunu bilmirəm. Pul demirəm, neçədir? Bu bir oyun Ortalama 48 dənə komanda düzdür. Bunu 48-i bölürəm 4-ə. Bu eləyir 12 dənə qrup. 12 dənə qrupun hamısında 3 dənə belə, 3 dənə, 4 dənə oyun keçiriləcək. Düzdürmü? Bir komanda 3 dənə oyun edəcək, 3 dənə oyun. 3-ü vururam 12-yə, eləyir 36 oyun qrup mərhələsində. 48 komanda 36 oyun düz gəlmir. Sən qrupu niyə 3-ə vurursan? Komandanı 3-ə vur da. Komanda niyə 3-ə vurum? 48 hər oyun, hər qrupa, hər komanda 3 oyun düşmür. 48-i 3-ə vur. 48-i niyə 3-ə vurum? 12-ni niyə 3-ə vurdun? Hər 48-in hər biri 3 dənə oyun oynanır. Bəli, 48-i 3-ə vurmalısan. Türkiyə milli komandası getdi. Düzdür, bir oyun. Düzdür. Bir oyun oynamır. Bir oyun oynayır, səfər yoxdur. Bir də Portuqaliya oynayanlardır, ya Argentina oynadı, İspaniya nə oynadı. 3 dənə oyun oynadı Türkdə. Hər komanda 3 oyun oynayırsa 48-i 3-ə vurmaq deməkdir də. Bir qrupda 3 nəfər oynayır da, qardaşım. Qardaşım. Ha. Hər komanda 3 oyun oynayır. Argentina da yenə İspaniya ilə oynayacaq, Portuqaliya ilə Türkiyə ilə oynayacaq. Sonra İspaniya yenə Türkiyə ilə oynayacaq. Onda 9 kök altda 3. 48-i vursan qardaşım. 48-i vurdum 3-ə. Bu anası 3-də 144 oyun. Bəli, bu 144 oyun təkcə qrup mərhələsində oynanır. Sonra gələcək 8-də 1, 4-də 1, yarım final, final. 144-ü vururam. Neçədən 70 mindir düzdür, düzdür. Oynamazlar. Qrupda məcburdur üçü bir-birlərini oynasınlar da. Düzdür. İki həftəyə Sən amma onu oynaya bilməzlər. sən amma onu 3 dənə hesab olmadı. Məsələn üçün Argentina bir dənə humanitar fənn oxuyar. Adam yox şişəm bizim texnik onu da bilmir. Bəlkə çempionlar Bir dənə coğrafiya yoxdur. Bilər bu Kanadada, Amerikada necə olur? Aynen vay. Bəlkə çempionlar liqasında kim eləyiblər? Yo, bildiğin gruptur. Bildiğin grup. Abi bence 2 milyon var ya orada. 2 milyon adam. Yani bir adam 5 tane oyuna bilet alsa 5 tane bilet almış olur sayılır da. Başa üstüne demək istəyirəm. Bu olsa 2 milyona elə gəlib çıxır. Atıram 100 bin adam bilet alıb. Ama oyunlara alanda 2 milyon bilet satılır axı. Nokta az. Neyse biz ona dəqiqləşdirərik. Girib oradan baxır. Dəqiqləşdirərik. Gələn veşdi baxdı bir daha danışarıq. Reklama girdi o. Yalnız O rezilliklərdə ya. şeydir. Gələn verişə bəli bu haqda. Bir də siz də yazın. Əgər siz hesablayıb tapa bilmirsinizsə ki, neçə oyundur və neçə bilet təxmini satıla bilər, 50 mindən götürsək. Yazsınlar. Bəlkə də 10 milyon deyil. Sən izləyicilərə inanırsan ki bizi izləyən adamı Bir düşün de 15, düşün orada da düşün. Biz qalxmışdıq 4 milyon. Ayda adam baya. Nəysə, bir sualım oydu ki, hansı oyuna bilet almaq istəyərdin dünya çempionatında? Söhbət Bizim final, yarı finala getmir. Hansı deyirəm, komandalar? indi deyirəm. O bizim pokoleniya 95'lər, 94'lər, 96'lar. Bu tərəfi deyirəm də. Biz bu sizinlə 4 il fərqini hesablayaq da. Sən 91-sən, düzdür? 91-dən əslində o tərəfə hardasa bir 87-yə qədər İtaliya fanatları olur. Bəli, mən də İtaliya fanatları. Bir çox orada İtaliya fanatları olur. Çünki o İtaliya, Baggio falan söhbətləri, zətlər var. Bizə gəlib çatanda bizdə mən 96 yanında 2002 Braziliya zadıcı başladı orada. Braziliya 2002-də. Mən məsələn bizim paketlərin çoxu Braziliyaya məsələn. Braziliya, İngiltərə. Mən ikisinin oyununu istəyirəm ki, gedim baxım. İndi Braziliyada o Braziliyada öyle. İndikiləri götürsək. İndikilər Türkiyə olsa, Türkiyə gedə bilsə play-offlardan çox güman ki, Türkiyə istəyir. Mən də açığı nə yalan deyim, Portuqaliyanın oyununa gedib baxmaq istəyirəm. Niyə? Ənkə oradadır. Ənkənin də son dünya çempionatıdır. İstəyərdim onu görüm. Onların ikisinə də zəhləm edir. Ronaldo'dan da zəhləm edir, Messi'dən də zəhləm edir. Ronaldo Ənkədir. Niyə? Bilirsən, bunu biz öz aramızda söhbət edirik, izləyicilərə də qoydum, onlar da bilsin. Maraqlı. Beckham çox bomba pas verirdi, düzdür. Henry möhtəşəm deyildi var. Haydi gözlə baxsan necə ağzım açmamışdım mən. Gattuso cırırdı, topu alırdı, falan eləyirdi. Bu hərəsinin özünə məxsus bir xüsusiyyəti var. Ronaldo möhtəşəm bitirici idi məsələn üçün.
Bunun hərəsinin özünə bir ayrı Ronaldo, xüsusiyyəti var idi. Ronaldo. Baba Ronaldo'dan soruş gedirən. Baxırdın oyuna baxanda deyirdin ki, Inzaghi, bunu Inzaghi vursa qoldur məsələn. Bilirdin ki, adam harda duracaq. Məsələn. Inzaghi'dən qaçmağı, pas atmağı heç kim gözləmirdi. Bəli, Nistelrooy bitirici idi. Gəldi Messi-lə Ronaldo gəldi. Həm qaçdı, həm dribling elədi, həm pas verdi, həm ştraf vurdu. İndi Beckham məsələn üçün Beckham ilə bomba ştraf vurur. Bu qaça bilmir, bildim bu qaça bilmir. Qoşa Beckhamı gözdən saldı. Müqayisə üçün çox şey qaldırdılar, leveli qaldırdılar. Çox qaldırdılar və elə ki ondan sonra da futbol əvvəl istedadla oynanırdı. İndi bu dəqiqə elə kim belə qaçır, kimin gücü var, bırax oynasın. Ola bilər. Məntiq var hardasa. Biz özümüz də bu barədə danışaq. Turan Məmmədini də dəvət edək. Turan Məmmədini də dəvət edək. Edək. Və keçirək növbəti xəbərimizə. Növbəti xəbərimiz deməli silsilə xəbərlərdir. Mən də ola bilər bir deyəcəm, amma hansına fikir bildirmək istəsən. Bir deyəcəm, hamısının cavablarını ver tək. Deməli yox, əslində birini deyim, obisinə keçəcəm. Silsiləni qoyum, obisinə keçəcəm. Deməli İtaliyada bir Hitchcock'un Psixo filminə baxmışsınız yəqin ki. Orada hadisələr çox oxşayan bir şey baş verib. Deməli İtaliyada adam biri 56 yaşında bir deməli uşaq. Yox, qadın 56 yaşında biri yetmə. Yox, 56 yaşında bir adam. Deməli anası ölüb, dünyasını dəyişib, mənə rəhmətli. Nə bir uşaq? Demonstrasyon. Zarstı nebesne edilen, onlar deyirlər. Hə. Bellissimo da hoş. Bildiğim de bu. Aha Bellissimo. Buongiorno. Anası ölüb, buongiorno. Buongiorno, ne söyle bir şey. Anası ölüb və bunu bastırmayıb, heç nə deməyib də, heç bir şeyə xəbər verməyib və onun parik taxıb, nəyinib, gedib neçə il, 2022-də ölüb, 2025-ə qədər pensiyasını alıb da, Hitchcock'un Psixo filmini oxşuyur yəni. İndi deyəcəm dəstür belə, Allahın olsun Lənkəranda bir adam tanıyırım. Doğrudan. Valla. Anasının adı ilə pensiya alırdı. Yox, anasının adı ilə, anası kimi görünüb alırdı, yoxsa Lənkəranda bir dənə kartı bir dənə nə o qavalında qayan bəyi var. Bəyi. Bəyinin adını bilmirəm. Bəyəm gəl bu kartı bir dənə pasordan çıxar da. Yox çıxardıdı bə. Çünki heç bir yaşlı o bankomatın dilini bilmir. Neyəcək? O da yaşlıydı da, bəyəm. Bəyi yaşlıydı. Bəyinin prosta yetmir. Yaşlıların içində o bilirdi deyə onu belə yaşlılar içərisində gənc idi o. Hə, yaşlılar içərisində. Bəyəm orada gənc idi. Bilirdi ki, o necə şeydir. Bəy bir dənə bunu çıxart. Ona görə bir məvacib alırdı mı? Və yaxud onun cibinə bir manat qoyurdu. Belə eləyirdilər də, yəni məvacib rəsmi olur. Yəni dövlət tərəfindən təyin edilmiş dövlət qulluqçusu deyirdi bəyi. Amma ki, orada fəaliyyət göstərir. Bir moment var idi, belə hamı bankomatın qabağında adam gözləyirdi ki, kiməsə deyəsən ki, bir dənə bunu keçir. İndi bu dəqiqədə məsələn, bir dənə də belə yaşlılar da çox idi. Onlar dedilər ki, yoxdur pul çıxardılar. Doğrudan. Nə qədər şərəfsiz olsan. Bəli, belə şeylər var idi. Hə, belə bir hadisə baş vermişdi. Dedim onu da deyim, izləyicilərimiz xəbər olsun. Bu danışmaq Lənkərandan danışmaq. Dünya o İtaliyada baş verir. Böyle hadisələr var da var. Böyük Britaniya kralı. 3-cü Charles. Bu son. Axırdan birinci. Axırdan birinci, bu 3-cü Charles. Bizimki də sonuncu. Neyini bu? Onun saçını kəsiblər və satışa çıxardılar. Neçəyə? 8000 funt sterling hardasa gəlib çıxır 16-17 min manata. Baxa deyir. Alınıb. Doğru deyirsən. Bəli, alınıb, satılıb. Kolleksiya 1960 Deyir dəstə satılır. Özü də 1960-cı illərin əvvəlində onun bərbəri, deməli George Cripps kəsib bu saçı, özündə saxlayıb. Və gör adamdakı fərasətə bax. Bu fikirləşib ki, bundan baxsa kral ola bilər. Qoy mən bunun saçını indi saxlayım. Sonra deyərəm ki, bu onun saçıdır, satım. Gedirsən George Cripps'in evinə girsən, bu şeylər də. Orada rayonlar, saçlar, maçlar belə. Sən də mənadır. Bu indi saçdır da və sabah sənə deməyim, yaxşı özümü deyim. Mənim saçımı kəssilər. Kimsə. Mənim? Sezon əvvəlində, sən birinci sezonda desəydin bu. Mənim sana belə cavabım yox idi. Amma indi ki, görürsünüz mənə. İmicin dəyişib, bəli. İndi bilməm, burada eşəqə necə qurmuşsunuz, başıma necə düşür. İmicin dəyişib, artıq saçı var. Sən Rəməzədən saçı var. Bəli, mən yəqin cəmat elə bilə saç çəkdirmişəm. Yox, deyən də yox da. Akşin sənin... Akşin bura gəlsə kadra, onda sənin saçın var.
Nə demək istədim, sən nə deməsin? Atıram, deyək ki, 60-cı ildə kəsmişəm bu saçı, həmin saçdır. Keçən həftə kəsdiyin saçla. 60-cı ildə kəsdiyin saçla. Mən nə bilim odur. Bax, mən George qeyibsəm indi. Hə. Ki, bir də məndən çağırsın saçını al. Deyim ki, mənə çağırsın saçımı ver. Çağırsın saçı mənim cibimdədir deyil. Çağırsın saçıdır. Qoca 60-cı ildə 17-ni düş bura. Gəlsin, Nilüfər gəlsin. Məsəl üçün Fəridə də bu 17-ni mən bunu rahat sataram. Bəli də. Bu nə dövrdür gəlib çıxıb, ay qardaş. Ay qardaş, divara banana yapışdırırlar. İndi o banan gör möhtəşəmsiz. Ora keçid eləyəcək. Doğrudan deyirsən. Əfranla ürəyi tavız adam. Görürsün, ikinci tez elə. Biz necə başa düşürük? Gəl, 10-cu sezonda nə var? Ay da vay, var 10 sezona qədər qalmaram sən. Deməli, nə xəbər var idi? Həmin o bananla bağlı niyə xəbər deyirəm? Bax, indi sizə şəkil göstərirəm. Dəymə də, qoy, soğuk gəlir buradan. Şeydir, bu şəkili sizə göstərirəm, sonra tamaşaçılarımıza qoyacağım, burada baxsınlar. Bu şəkil. Bu şəkil deməli 18,4 milyon avroya satılıb. Və bunu alan adam həmin bananı alan adamdır. Doğrudan deyirsən. Bəli. O milyoner gündəmdə qalmaq istəyən demirəm. Ünvanlı onun söz hissəsini demək istəmirəm. Bir dənə şəkilə baxın. Bəli, baxın. Bunu axmaq adamlar, bunun pulu hara xərcləyirlər. 5 marketdə bizim cibimizə pul qoymuruq ki. Buna da yox ala, bunun keyfiyyətsizliyi bu deyil. İndi şəkil bizdə tapacam onu. Qəşəng göydür bu, milyoner göy deyirlər buna. Bəlkə bir də o cəlb eləyib o. 18,4 milyon avroya. Indigo deyirlər buna. 18,4 milyon avro. Çox deyil. Eşitsə, razıməyim də böyük eləyib. Belə desə, bu boydan satmayayım, 18,4. Banan saxlayıb bunun üstünə qoyar. Banan uca içəcək indi, banan qoyun. Yiyib də alan kimi yiyib. Doğrudan deyirsən. Bəs nə, alan kimi yiyib ki, mən dedi ki, bəs oxumuş, veriş yaddan çıxıb bizə. Açın YouTube-da xaşır, burada qoyatır bunu, baxın. Banan kimi də yiyib ki, mən falan yadımdan çıxıb qiyməti. Məsələn, atıram 4 milyona banan yeyirəm. 4 milyon dolar, 50 min dolar. Ya, üstünə 50 min dolar, 50 min dolar. 50 min dolar puldur. Deməli, axmaq adam da o. Daha belədir məsələlər. İndi məsələ nədir? Bu silsilə xəbərləri keçəcək, satın almalarla, satışlarla bağlı. Deməli, növbəti satış elanını oxuyuram və satılıb bu. Satış elanı oxuyur, Elantra 2014-ün qara Elantra. Yox, məsələ nədir? Parisdə susmayan pivə satışa çıxarılıb. Parisdə susmayan bir səs ucaldı. Və istehsalçı bildirib ki, güya pivə... Susmayan səs? Pivə. Susmayan pivə? Nədir məsələ? Güya istehsalçı bildirir ki, pivə açılan kimi 25 saniyə ərzində şüşənin içindən santaya qışqırığı səsi gəlir, güya. Və cəmaət də başlayıb part-apart almağa ki, ay balam 25 saniyə görə fırsat qurağına tutur ki, santaya gəldi. Bunda bu yəqin var. Bu cəmaət pivədən niyə santaya səsi gəlsin? Pivədən niyə santaya səsi gəlsin? 25 dollar veriblər ona. Bilmərəm nə görsə veriblər. Neçə veriblər görsən? Qiymətini yazmayıblar, amma yazıblar ki... Alqaşda dinlənmir, nə deyirsən? İçəndən sonra səs gəlir o da. Deyir içəndən sonra səs gəlir. Ola bilər, ola bilər. Amma bu istehsalçılar elə bildir. Elmar nə yaxşı getdi, sakit yol. Elmar bir də salam verir burada. Elmar salam verir, Elmar. Bir də İtaliyada, deməli bir dənə də İtaliyada dəxilsiz bir şey çıxıb. Pişik üçün hazırlanmış mini velosiped. Və rekord sayda satılıb. 299 avroya rekord sayda satılıb. Məsələ burasındadır ki, gətirib hamı indi şəklinin videosunu qoyub paylaşır. Pişiyin yanına qoyulur, pişik bilmir, pişik ona bax. Pişik yeməsin biz. Şirkət rəhbəri sloqanı yazıb ki, bu ev heyvanına azadlıq hissi verir. Olmaz nəsə, ev heyvanını birincisi ay 300 avro. 300 avro sən indiyə qədər evdə. Sağlıq veriblər. Yox, məsələn sən birinci bu heyvandır və azadlıq hissi ilə dolaşan bir heyvandır. Sən gətirmirsən, bunu evin içinə salmırsan, ev heyvan eləmirsən. İndi azadlıq hissi. İndi vəsimət alırsan ki, gətirsən azadlıq. Bırak bu geçsin məkanın ortasına, o azad istəyəcək özünü. Hə də, yəni pişik də harada istəyəcək. Ay Allah, harada istəyəcək. Çavraj tıqası, çavraj tıqası. Eşitdə çavraj tıqası. Fuadın qohumu var Kamran. Keşkədə görüb ki, pişik gəzir o önərdə, baxıb be. Qohumun da başı işləmirdi, kəs Teymur Əliyevdə zatda deyil. Yemək versin də, o keşkədə də heç lazım deyil. Cəmə məsələdir. Bəli. Sizə
bəlkə də xoşunuza gələcək bir xəbər. Aha. Hindistanda, Aha. Kerala ştatında, Aha. adını seçməyəcəm Hər şey reklam olmasın deyə bir spa mərkəzi. Aha. Spa mərkəzində deməli nə vakansiya açılıb və buna görə normal da pul verilir. Gəlirsən gün ərzində deməli saat günlük proqram nədir? 8-dən 9-a qədər isti su vannası, 9:30-dan 10:30-a qədər soyuq duş testi, 11-dən 12-ə qədər duzlu su vannası, 13-dən 14-ə aromaterapiya ilə birlikdə su masajı, 14:30, 15:30 bitki ekstraktlı hamam, 16, 17-dən 10-da sakit su meditasiyası havuzunda üzmək və heç nə etməmək. Buna görə pul verirlər. Bəli. Nə qədər verirlər? Deməli buna görə aylıq 38.000 rupi, yəni $410. Hindistandan söhbət gedir. Dollar üçün okeydir bu pul. ABD verirlər sorur. Abed də olur, hə. Burada nədir məsələ? Sən bütün gün çimirsən. Bütün günü o suların içində olmalısan. Və Hindistan bütün gün suyun içində yaşayır. Məncə onlar yəni belə şey saxlamazlar. Bu fake xəbərlərdir. Bunlar cəmaətə aldatmağa yönəlik Hindistana olan turist axımını Twitterdə də trend çıxıb ki, yazılıb bu işə necə düzəlmək olar? Mən 20 ildir pulsuz çimirdim, səhv yoldaymışam, belə şeylər yazılır. Məncə onu deyən yalan danışır. Çünki Hindistanın adamlar çimmir. Hindistanda qardaş 2 milyar adam var. Milyarderlər var. Milyarddan çox adam var. Yəni hamısı üçün məsələ iyi basar dünyanı. İyi basır da dünyanı. Bunlar Dehlidə yazmıyor mu ki? Öləndə çimirlərdir. Bəs sən deyirdin xarici pasportum yox, necə oldu sən Dehlidən xəbər tutdun? Mənim Dehlidən, mənim xarici pasportum yoxdur. Xarici pasportu olan dostlarım ki var. Gözəl. Dehliyə gələn dostlarım var mənim. Və bir nəfər Ravi Prakash adında bir nəfər artıq o işdə işləyir və ofisant işləyirmiş əvvəl, indi keçib o işə. Məsələ burasında ki, suyu test eləmək üçün ya bu. Necə su testi? Nə su? Yəni bu adama deyirlər ki, qardaş biz səni inanırıq. Sən bütün gün burada çim, suda bir problem görsən, biz şey eləsən, gəl bizə dinlə. Amma vallahi o reklam strategiyasıdır. O ildə ki, qoy bunlara gələn turisti söyle. Hansıdır? Bir dənə orada Ravi Prakash 27 yaşı. Ravi Prakash'ı bir dənə qamazlayıblar ki, bir dənə vura, bir dənə çim, bir dənə şeylə. Yenə də mən işçi axtarıram söhbəti. Bu indi məsələn sənin kimi bir qardaş Amerikada gedir bunu oxuyur ki, belə bir xəbər var ki, orada su üçün hansı vannadır, o hansı idi? Bir adını bizim izləyicilərdən sonra deyildən oldu. Duzlu su vannası. Şeyin adı nə idi? Obyektin adı nə idi? Obyektin adı deyənmərəm reklam. Obyektin adı Aquaveda Wellness Retreat. Aquaveda Wellness Retreat reklam eləmək üçün, amma turist cəlb eləmək üçün olunan şeylərdir. Yox, gedib işləyərdin, bütün gün çimirsən, $410 da sənə pul verir. Gündəlik. Yox, aylıq. İndi $410 Hindistan üçün zor puldur. Hindistan üçün zor puldur $410. $410 Lənkəran üçün də zor puldur. Yəni. $410 bunu heç sevməm olmaz. Amma Hindistanda nə gedib üçün bura heç kim vermə, heç şobalı verməyəcək. Veriblər ki, gedib üçün Allah'ın olsun. Yaxşı. Biz onu danışarıq onda. Yəni mən yığarım onları. Nəvəsi var. Yox, burada bu an resepsiyon indi işlər ora. İndi saata baxmaq lazım. Ravi Prakash, mən Ravi Prakashla bir də mən Ravi Prakash'a niyə inanım suya girim məsələn üçün? Gəlib orada resepsiyonda oturur Ravi Prakash. Yox. O su şeydə deyə bütün gün qardaş saat 9-da girir, bir də axşam saat 6-da çıxır. Ay qardaş, Ravi Prakash o vandan bu van. Ofisant olub. Bəli. Bu heç su üzrə mütəxəssis də deyil. Su yoxlamaq üçün Yox, suyu elə yoxlamır. soğuq var, götürüb soğursan suyun tərkibini yoxlamır, tərkibin zadını yoxlamır. Suyun sənin bədənində təsiri rahatladırmı, rahatlatmırmı? Ondan söhbət. Ravi Prakash onda dənək farəsinə də hazırdır. Nə sana deyirlər ona? Bu qədər savadsız olan bir otağa bu qədər savadsız olan Elmar yetib getdi, otağın aykısı düşdü. Elmar Təcrübə səni. Təcrübə istəyirəm, mən sizə təbii ki, istəyirəm. ChatGPT-yə də ayrıcadan Telegramdadır qardaşım. Telegramda mənim burada xəbərlər atılır. Hindistandan dostlar. Ay, Ravi Prakash. İndi amma Yaponiyadan bir xəbər atdılar. Bu dəqiqə yerdə dünyanın axmaq yerlərindən. Sən danış televizorlara bax. Yaponiyada Osaka şəhəri. Aha, Gambo Osaka. Bəli. Şirkətin adını yenə də çəkməyəcəyəm, reklam olmasın. Ofis koordinasiya assistenti deyə bir vəzifədə bir nəfər işləyirmiş. Bundan sual verirlər ki, 20 ildir orada işləyir. 20 ildir. Ay Allah eləməsin. 2004-cü ildə işə düzəlib, 2004-cü ildə 20 ildə məzuniyyət götürmür.
20 ildə məzuniyyət yolu. Heç vaxt gecikməyib, öz kabineti olmayıb, daimi başlayan Bilgin mən yanıtır. Allah'ım olsun. Heç kim bilmir ki, o hansı layihələrdə iştirak edib. Doğrudan. Hə. Sonra bir gün iş yoldaşı müsahibə ediblər. Deyir ki, biz elə bilir ki, o artıq burada işləmir də, sadəcə çox sakit idi də, biz onu görmürdük də, gəlib ki. Bu da soruşublar ki, sən niyə o işdə işləyirsən məsələn? Deyir ki, mən bilmirəm, hamı gedirdi, mən də gedirdim işə. Doğrudan deyir. Bəli, bir fikir verdim ki, deməli 20 ildir səhərlər niyə gəldiyimi bilmirəm, hamı qalxırdı, mən də qalxdım. Avrat və zəz. Deməli şirkətin daxilində, sonra nə məlum oldu? İndi nəsə işləyir orada İndi ümumiyyətlə. 20 ildir, yox, indi araşdırmalar var. Məzuniyyətdə. Deməli bu şirkətin daxili e-mail poçtasında sistemində 41 qovluğu illərlə təmizləyib, kimsə ona deməyib, özü üçün oturub təmizləyib. Hə, yetimcan hə. Çay aparatını daim doldurub, həftədə 3 dəfə printer kağızını dəyişib, heç kim tapmadığı üçün ən çox vacib o cavab yazılmış, üzr istəyir məsələ araşdırılır falan, heç kim cavab yazmayanda bu cavab yazılmış maillərə falan. Yəni işi belə işlər görüb. 20 il ancaq o işi görüb. Vicdanla işləyib. Heç bir şirkətə əslində nə xeyri var, nə ziyanı var belə götürəndə. Prosta gəlib olay deyib. Allah'ın da Japonda öyləydi. O yetim sən necə? Görüb ki, pul alır. Heç məzuniyyətə də çıxmayım da zat söhbət. Gedim bir şey eləmə. Eyb yoxdur, bunu eləyim heç olmasa. O kültür farkını görürsən orada. Ravi Rakaşa bax gedir 410-u qatdalıyor oradan. Bəli. Suya yoxlayıram. Gözlə. Biraz bırak deyəcək. İndi məsələ burasında ki, belə sənin sözümə qüvvət deyirəm ki, Yaponlar da buna görə şirkət rəhbəri bunu işdən çıxartmayıb, əksinə motivasiya meneceri vəzifəsinə gətirib qoyublar ki, orada daha da yüksək vəzifədə. Halal olsun. İşləyən adam halal olsun. Allah'ın da olsun. Yoxsa Ravi Rakaşa çıxıb hafizantında o 3 gün reklamını elədi, deyəcək qaş necə idi, sonra deyəcək bomba kimi, Allah köməyin olsun, ged elə bundan sonra bu suda istifadə edəcək. Gedin də görəm həmin afisantlığa qayıda bilsən, qayıda bilmirsən. Xeyr, əsla. Bəli. Hə, özü çiməndən sonra vapşe. Hə, çiməndən sonra vapşe. Futbolla bağlı bir xəbərimiz var yeni. Aha, Argentinada futbolun böyrünə qoşardın ona Ya, deyəm. indi bəs. Bu xəbərlər rubrikasıdır. Yox, nə bilim, bilmirəm. Argentinadan xəbərdir. Sən bəli bunun nəsə silsiləsi dedin? O silsilə satışlar idi də. O saç satan, şəkili satan, hesabet satan, dəxlisiz şeylərə pul verənlərin oxudum. İndi keçdik futbolla bağlı. Bəli. Futbolla bağlı deyil, sadəcə olaraq Argentinada Buenos Airesdə, deməli, River Plate azarkeşlər bilirsən də, onlar dəli oldular. Bu yaxınlarda bir nəfər var idi, bir dostumuz söhbət edirdi. River Plate azarkeş. Yox, deyir ki, Fenerbahçe ilə Galatasaray oynayır. Bizdə Azərbaycanda deyir formanız adı gedir, gəl otur kafedə. Qışqıra qarşı elə bir River Plate azarkeşidir. Buradan basıb gedib Argentinaya. Ha, kafedə oturmuşsan, niyə qışqırırsan da? Bu Fener gol vurdu ya da Galatasaray gol vurdu, nə olsun da yəni. Mən də Beşiktaşa baxanda qışqırıram amma Elə belə Beşiktaş dedim, mən də Galatasaray dedim də qardaş. Yox, Beşiktaş Dembele elədi, mikrofona düşdüm, eşitmədim. Öz səsimi üstünə. Nə edib? Aha. Bu azarkeş nə edib? Bəli, nə edib? Deməli, bunun hər dəfə bunların nəslində hamısı River Plate azarkeşdir. Bunlarda bir ayin var. Güya ki, bunlar oyundan qabaq bir ayin totem edirlər. Qazanı keçirdilər başlarına, nə bilim, nə edirlər, 10 dəqiqə falan oxuyurlar falan filan. Güya ki, River Plate utsun deyim. O şimdi qardaş da götürüb, adı nə idi, yazılmışdı burada. Yox, yazılmayıb adı. O şimdi qazanı keçirdib başına, ay huy, Crespo olsun adı. Olsun Crespo. Hə. Başım özü qayda budur. Deməli 30 saniyə sağa fırlatırsan, 30 saniyə sonra fırlatırsan, sonra qazanı çıxarıb vamos qışqırırsan. Bu da bulan şeydir. Və bu da 30 saniyə belə 30 saniyə. Qazan qalıb başında. Qazan qalıb başında. Sonra fövqəladə zəng gəliblər. Onlar da deyir ki, futbol günüdür, futbol başlayır. Hayır, biz River oyununa baxmalıyıq. Fövqəladə Argentinada da var. Buradan ora qədər gediblər. Kömək ediblər. Hə. Gediblər dəmir o sənlə nə bilim vaqonda ilə zaten bunun başından kəsiblər çıxardıblar. Haradır? 18 dəqiqəyə bunun başından o şeyi çıxardıblar, qazan. River Plate dedin. Hə, River Plate azarkeş. River Plate dedim mən yenə də söz gətirirəm Lənkərana. Ha, Xəzər Lənkəran azarkeş olaraq. Sizin bir ayininiz var idi. Bir səhərdə sən şey var idi. Ay qırmızı çıxanda dəmir döyürdülər, qazan döyürdülər. Eşitdim sonra kəndlərdə yoxsa yox, ay qırmızı çıxanda bir bəla gəlməsin deyə bir şey var idi, bir inanc var. Hər hansı bir gün. Ay qırmızı çıxanda ay ilahi. Noyabrın 13-də hər hansı bir gün ay qırmızı çıxıb. Noyabrın 13-də ay qırmızı çıxıb. Nə vaxtsa. Nə vaxtsa çıxıbsa ya, onda döyəcəklər də. Yəni heç bir şey adiyyat olmaz. Ha, var. O kəndlərdə var.
Canavar. Rang 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 rang. Və bir dəfə bizim elə bir ki şeydə Nənəli tərəfdə oradan da kəndlə arasında bir dənə çay var da. Hətta o bir evdə də İslam orduna. Çay qırağında vardı. O qıpqırmızı və çox böyük aydı. Mən indi kimi belə ay görməmişdim və qıpqırmızı idi. Bir dayanmadan dang səsləri eşidirdim. Kənddən gəldi və o tərəflərdə də idilər. Amma bu eşidirdim, dedim nədir, deyir ki, belənsmiş. Belə Əməli baş kəndin özü hamısı eləyirdi onu. Ha, bir çox evdə eləyirlər, onun səsi çıxardılar. Qadının olan bir inancı çox maraqlı inancı. Mən o vaxt uşaq olanda nəyim ki, bir-birə zətdə biz həyətdə oturanda ay görsənəndə dedilər salavat çevir, biz də salavat çeviririk. O heç sağ ol, ay görən amma belə qazanzad yox, qırmızı olan. siz yəqin Lənkəranla Argentina ilə bağlı nəsə bir gəlmələr falan bəlkə. Bizim River Plate-dən gələn tərəf. Buenos Aires. Buenos Aires'dən gəlirlər bizdə. Rusiyadan bir xəbərimiz var. Aha. Rusiyada itkin düşən 9 yaşlı məktəbli sonunda evdə divanın altına tapıldı. Neçə gün yazmışdılar. Hə, deməli bu noyabrın 24-də yoxa çıxıb. Sonra deməli ondan sonra Penza kəndinə evdən çıxıb və bir daha geri qayıtmıyor. Axtarıb elbə ora-bura. Məlum olub ki, sonra bu uşaq evdən bunu axtarışa çıxanda hər dəfə bu çıxırmış, televizor baxırmış, yemək yirmiş, özü gəlirlər, evdəkilər gəlir divanın altına. Sonra təzədən yenə səhər ağlaşma evdə qırğın. 3-4 gün nəyə görə özdə gizlənib? Dərslərini eləməyib deyə məktəbə getməsin deyə gəlib gizlənib. Nə gözəl uşaqdır, mənim adamım. Gözəl uşaqdır, amma çox gözəl uşaqdır. Necə tapılıb? Axır divan Axır evi yuxuda çevriləndə ayaqları görsən divanın altından tapılır. Doğrudan desən, ayaqlar çıxır. Ya uşaq belə ayaqlar çıxır, ya bura yəqin ki, uşağa heç nə eləməyiblər. Heç nə eləməzlər. Başını sığalayıblar, deyiblər ki... Yox, bu uşaq gizlənməsin, neynəsin? Bu yetim, sağ ki, bu uşaqsın düzdür. Bunun anası 2 həftə evi təmizləməyib bir dəfə. Uşaq yetim başı ev təmizləmək vaxtıdır. Bu evə polis gələr, şey gələr. Bir fövqəladə kimsə gələr. Gələn adam divanda oturur, nə edir də? Yox, bir təmizdə bir süpürgəni bir dibinə gələn adam üçün bir şey eləsin də bir dəsə təmizlik işi görsə bir dəfə tapılar. Bu uşaq canlının əlindən geymiş burada ki evi pox aparır, heç olmasa mən burada biraz şey. Qardaşım, yəni belə bir şey. Amma mən indi nəyə demək istəyirəm? Bəlkə də uşaq dərslərdə, məktəbdə və yaxud da ki evdə qorxudublar ki, 2 ay sonra evə gəlmə falan filan. Ona görə də uşaq gizləniblər. Bizim də bir sinif yoldaşımız vardı. 2 alanda evə getmək istəmirdi, ağlayırdı. Daha 3 alanda, yəni 2-ni qoydum qırağa. 3 alanda getmirdi evə ki, evdə döyəcəklər. Belə təhsil metodu olaraq. Bəli, nəyə lazımdır? Mənə çıxartmamışdı dinləkdən. O qədər. Çıxartmışam, açırdı. 4 dənə vərəq qalmışdı. Dedim, bir dənə gətir gündəlik. 4 dənə vərəq qalmış deyə belə. Belə baxdı, bilib ki, uca çıxartmıyor bir dənə bundan. Amma bildiyin şey, məsələn, o gündəliyin altında qeydlər yazılırdı ya. Onun bir çoxunu bilmirlər, məsələn, bizim o belə Doğrudan deyirsən. hə, bu tərəfin vurratdan Hətta mən heç 2 dənə gündəlik istifadə edən olub. 2 dənə gündəlik. Satışda olurdu axı. Çox bomba temadır. Mən çox Mən də sonradan eşitdim bunu, dedim ayədən adam var. bu uşaq hardadır, o uşaq. Hardadır. O uşaq hansı nazirlikdə muavinzat işləyir. Nasıl icra başçısının ben nasıl icra başçısı muavin. Çox bomba söhbətdir. Hə, 2 dənə gündəlikmiş. 2'lər orada, 5'lər burada. Biz uşaqlar nə edirdi? Onun çırt-çırtda hərdən bir arasında kağız gedir qalırdı. Kağızı da nə qədər belə edirdin, o dəmirə yapışan yerin qoparmaq olmurdu. Götürdülər, akurat mənəsi tıkırt açırdılar bu sözün tıkırtdan. Hə, bundan belə çıxardır varaqlar qoyur, lazım olmayan varaq götürdü, şıfırt. Əvvəl azalırdı da, məsələ odur. Azalır deyəndə ki, kağız istifadə olunduqca azalan bir məddədir. Onsuz. Bu yaxınlarda Bəli. Roma papası Türkiyədə səfərdə. Ay, gördüm o videonu, gördüm. Bəli, o video haqqında danışmaq istəyirəm ki, heç yatsan yuxuva girərsin. Roma papası oturub Erdoğan'la bir yerdə ilahiyə qulaq asırsan orada. Ayyub Allah Allah, Devab Allah Allah, Deyyan Allah Allah, Meydan Allah Allah. Ay, bak ya. Türkiyədə
Keçən səfər bir hadisə baş verdi. Kim yazsa ssenaridə deyirlər ki, da bu qədər də yoxdur. Bu qədər də ya da bu belə də şey biraz vurdu da. Özü sensasiyalar mənə çox zor idi. O elə bir toydan gəldim. Qaqam çox zor. Yetim belə deyir. İçinə girib yox. Sonra o elə bir ki performansdan sonra yüksələcək ya bir də. Yəni dünya çox başqa yerə gedir, brat. Mən onu başa düşürəm ki, Trump məsələ üçün deyirəm də, Trump orada özü üçün nəsə oynayır, nəsə bir əyləncəsi var. Gətirir hamının Ağşəhəri, Ağ evi gəzdirir, zad edir ora bura. Ağşəhər gəzdi abi. Nə bilim, atıram. Ağşəhər reklamdır. Ağşəhər reklamdır. Bilmirəm. Hər ehtimal dütdüyərik. Bilmirəm, hər ehtimal dütdüyərik. Yəni Ağ evi gəzdirir, sonra nə bilim, filan keçən sezon biz dedik. Sibizi sezon biz evdə istədik. Nə evdə Amma heç bir xəbər çıxmadı. Biz bilirik kimlərlə işləyirsiniz, reklamlar verirsiniz, görürük Instagramda. Gör bu şeydə gözləyir ki. Bir ev. Nəysə, bu deyil. yəni dünya hara gedir? Adamın öz qardaşı sənin. Vallahi. Dünya hara gedir? Dünya çox absurd bir yerə gedir. Yuxulam dedin ki, səbəbindən bir söhbət oldu, ondan şimdi izləyəcək. Ertəm Şənər, yəqin ki, izləyəcəyimiz tanıyırlar. Ertəm Şənər gəlib şeyə, oturub, deməli, Talih Yüzboyovdur, mənəm, İbrahim Bey. Bəli. Ənkələr hamısı oradaydı. Şahmatca da yox idi. Biz də dəvət eləmişdilər. Ənkələr hamısı dəvət elədi. Qızar da, bir söhbət bildi. Ertəm Şənər buraya gələcək. Ertəm Şənər qayıtdı. Buraya 30 min aşağı gəlməz Ertəm Şənər. Deməz kəsdi. Bu yerində kəsdi. Bir də forma verməli diyor. Ertəm Şənər oturmuşdu şey dedi. Talihə baxdı. Dedi ki, sən mənim deyir, qaynıma oxşayırsan deyib. Talih deyir. Hələ Ertəm Şənər mənə televizorda görmüşük ki, Ahmet Sakar Sıvacı Ertəm görmüşük. Talih bir də gördüm ki, sən o yuxuları mıydı? Bir də gördüm ki, Ertəm Şənər İbişə beğenir. Baxdı qaynıma oxşayırsan. Ertəm Şənər qaynını şəşli bir şey istəyir ki, gör Talihə oxşayırsan. İbiş oxşayırdı da orada. Görmədi. İbiş də görübsə yadından 100%. İbiş indi bir də qıyıq bir şey. Və Azərbaycanla bağlı bir sevindirici. Bu arada onu deyim ki, Azərbaycanla bağlı mən saytlarda və s. xəbərlər axtaranda təəssüflər olsun ki, Azərbaycanla bağlı ümumiyyətlə bizim saytlarda, xəbər portallarında falan redaktorların işini bəyənmirəm. Nəyə görə bəyənmirəm? Çünki araşdırmaları azdır. Və çox vaxtı Türkiyədən, Rusiyadan, nə bilim, indi dillərdən də, ingilis dillərini bilirlərsə oradan falan xəbərləri götürüb kopya edirlər və s. Oxunuşda da görürsən ki, bu xəbər zaten tərcümə xəbəridir. Araşdırma, öz araşdırmaları demirəm, geçsin Hindistan üstə gəlsin. Sonra araşdırma eləmək olar, daha orijinal xəbər tapmaq olar və s. Və bir çoxusu da negativ xəbərlərdir saytlarımızda, xəbər portallarında. Ona görə oradan bir xəbər çıxartmaq olmur Azərbaycanla bağlı. Bəzən sosial şəbəkədən çıxır, amma xəbər portallarında azdır xəbərlər. Bu arada onu da deyim, indi baxan varsa bir iradımı bildirmiş olalım. Amma sevindirici bir xəbər demək istəyirəm ki, Azərbaycan məktəblilərinin yeniyetmələrin Beynəlxalq Elm Olimpiyadasında 2025-ci ildə keçirilən, bu yaxınlarda olub, deməli, böyük bir uğur qazanıblar və bu nüfuzlu elm yarışında gənc komandamız 4 gümüş və 2 bürünc medal qazanaraq müxtəlif ölkələrin güclü komandalar arasında 5-ci yeri tutublar. Bu elm olimpiyadasına söhbət gedir. Yəni burada bu çox böyük bir uğurdur. Böyük bir uğur. Mən sevinirəm belə şeylər olanda, belə xəbər şəkillərini qoyacağam burada baxırlar. Sevindirici xəbər ümumiyyətlə çox azdır. Belə tipdə sevindirici xəbər olan lap gözəl hissələr. Ən azından bir gələcək ümidlə baxa bilirsən. Verilişimizin sonuna doğru gəlirik Cəmil Əhmədzadə. Və mən bildirmək istəyirəm ki, biz bir dənə sual verim sizə ki, ümumiyyətlə at su içən yerdən su içər. Biz bu fasilədə idik də doğrudan. İndi bir balaca başladığımız qarşılayırdı müəyyən işlər falan. Bir şeyə fikir verdim. Getdikcə ümumiyyətlə biz o qədər TikTok, Instagram, Reelslər və s. bizə dəhşətli dərəcədə dayanmadan informasiya gəlir də. Xəbər, nə bilim, dünyadan da, Azərbaycandan da və s.
Və bu bizim beynimizi pozur. Biz nəyisə yadımızda saxlaya bilmirik. Eşitdiyimiz şey yadımızdan çıxır, oxuduğumuz şey yadımızdan çıxır, görürük, amma fikirləşirik ki, bunu bəlkə də görmüşük, görməmişik. O qədər oxşar şeylər baş verir. Və bu fasilə ərzində məsəl üçün qaymaq yox idi da. Biz xəbərləri oxuyurduq, amma özümüz üçün oxuyurduq. Və sən nə düşünürsən? Düşünürsən ki, məsəl üçün günü-gündən getdikcə hər şey insanın, yəni pis olması üçün, negativ yüklənməsi üçün planlaşdırılmış şəkildədir. Yoxsa bu prosto belə alınır ki, biz negativ, hamı çünki negativdir, hamı bir-birinə hisslidir, hamı bir-birinə nə bilim küsür, inciyir, xətrinə dəyir və s. belə. Bizim üçün ümumiyyətlə hamı, hər kəs üçün hamı ətrafındakı insanların cəm halına gəlmiş bir formasıdır və o insanların da cəm halında olan insan topluluqlarının maddi, mənəvi tərəfləri nə qədər yüksək olduqca o qədər pozitiv enerji yaymağa başladı. Məsələn, indi bu dəqiqə Azərbaycanda kurulda var ki, keçəcək pis gedir, deyəcək ki, yox, bomba kimidir. Pul var, sağlam da canı və istədiyi kimi xərcləyə bilir. Yəni hər şey pulla bağlıdır səndə, yoxsa? Bir çox şey pulla bağlıdır. Sağlamlıqda belə bir çox şey pulla bağlıdır. Bəs necə düşünürsən? Məsələn, mənəvi biz əgər rahat olsaq daha çox pul qazana bilmərikmi? Mən elə düşünmürəm. Sən daha çox pul qazandıqca mənəvi rahatlaşırsan. Ən azından sən hansı mərtəbəyə gəlib çatmalısan ki, mən doğrudan da məsələn dərviş mərtəbəsi, dərviş kimi fikirləşirəm, mən tərki dünyayam. Tibetdə bu pulu Tibetdə də pullandı. Yox, amma Tibetə gedim görüm bir dənə salam verir ki, mən gəlmişəm bir dənə arınım deyəcək də $500 düşüb nəcəbələr. Sən ikinci Hindistandan danışdın, sonra Argentinadan danışdın. Amma desən xarici pasportun. Bax, doğrudan da ki, məsələn Allah qurban olum, bir dənə pulsuz Allahın məscididir, gedib bir dəfə girmir ora ki, bir dənə dua eləyim, mənəvi rahatlaşım. Yeri gəlmişəm. Aslında bir TikTokluq bir şey dedin ha. Zarafatsız da məsələn pulsuz oldu, gedib orada bir dənə bir şükrümüzü eləmirik. Bir də ki, bizə verilən neməti məsələn üçün kim harda istəsə şükür edə bilər əslində. Əlbəttə. Prosta bir daha bir addım atmış sayırsan da ən azından. Mən məsələn indi bu dəqiqə mən bunu işlədirəm, iPhone 6 işlədirəm və reklam olmasın deyə biz buranı dütdəyik. Sağ olsun. Onun altını saxlayaram amma. Bunu işlədirəm və bunu bir çox insan işlədə bilmirsə, mən də bunu bir 6 yıldan işlədə bilmirdim. Çünki iPhone 6 yox idi. İndi var ha, belə deyək də, ən axırıncı qəpiyini verib telefon alanlar, yəni çoxdur da, yəni biz bilirik. Ondan söhbət etmirəm. Mən ən axırıncı qəpiyimlə almadım bunu. Biraz həmin vaxtda biraz yaxşı idi. Onu aldım və görürəm ki, indi bu dəqiqə mənim məsələn o vaxt olan problemim məndə bunun olmaması idi. Və mən bunu alandan sonra fikirləşirdim ki, bunu bir dənə alsaydım, mən necə rahatlaşardım, fikirləşirdim. Amma görürəm ki, bu məndə var və yenə də rahatlıq tapmıram. İnsan daha çox şey arzuladıqca, daha çox şey əldə edir və yenə də o rahatlığı tapa bilmirsən. Sadəcə özünə bəs eləyən, özünə kifayət eləyəcək çərçivələri müəyyənləşdirirsən ki, məsələn, mən əlaqə üçün bu telefondan istifadə edəcəm. Yəni, bu dəqiqə sənin məsəl üçün deyirəm də, knopkalı telefon işlətsən, yəni knopkalı deyirik də o telefonu. Knopkalı telefon işlətsən, işinlə bağlı təbii ki, indi çəkişlər edirsən və s. bu lazım olur. Amma tutaq ki, deyirəm də, indi kamera ilə çəksən. O knopkalı telefon işlətsən, sən rahat olmayacaqsan. Knopkalı telefon işlətmə, mən sən nəyə görə edirəm? Yəni, sırf videonu kamera ilə çəksən. Yox, heç. Telefonun mənim üçün məqsədi, əgər bilsəm ki, sadəcə olaraq əlaqədir, mən knopkalı telefonda orada WhatsApp-ı, Telegramı itirməmək şərti ilə. Vardan deyil telefonlar ki, məsələn, WhatsApp gedir. WhatsApp olsa, məsələn, mən bəlkə də doğrudan rahatlaşaram ki, burada dayanmadan reels fırlatmaram da, yəni dayanmadan reels fırladıram və sən demişkən bir baxırsan ki, görürsən 2 saat reels fırladırsan və sən nə enerji alır. Bir özün də bilmədən sənə bir negativ yüklənir. Əlbəttə, negativ yüklənir. Milyon nəşə görürsən. Hə, yəni hər cürə şey görürsən. Düz deyil, yəni gülməli şeylər də var. Söhbət ona getmir. Amma dalınca bir başqa xəbər gəlir, dalınca bir şəkil gəlir, dalınca bir nəsə gəlir, sonra yüklənirsən. O TV-də də görürsən ki, bir də filankəs xanımla filankəs xanım dalaşdılar. Adım birinci də görürsən. Xoş gəldin. Təriş aşkım, xoş gəldin də çıxıra baba falan. Bir də onu paylaşan səhifələri mən sən necəsə döşəyim. Efirdə bir abırçılıq. Bunları kim çıxardı? Sən də bunu indi bu dəqiqə paylaşdın, çıxartdın mənim qabağıma. Yəni sən də bunun bir reklamı. Zaten televizora baxan adam bununla əlaqəsi çox azdır da. Yəni televizora baxan adam buna istifadə eləmirsən, bunu da bunda da sən həmin adamı yayırlar. O da bilir ki, oraya komment yazılacaq, kommentlər söyüş də olsa yazılacaq. Yəni
Və bu da bir şey olacaq, səhifə artacaq, nə bilim, follow gələcək, yəni baxış artacaq, sabah reklam. Necəsə biz özümüzü tərbiyə eləməyi, yəni heç cür cəmiyyət. Bilmirəm, yəni mənə elə gəlir ki, hər birimizin əlindədir bu, amma ümumilikdə bəli, problem çoxdur. Təkcə bizim ölkədə deyil, bütün dünyada belədir. TikTokda, Instagramda, Facebookda, indi hal-hazırda Yaponiyada və içində başqa-başqa platformalar var, heç gəlib bizə çatmayıblar hələ. Onlarda vəbşə biabırsılıqlar var və s. İndi düşünürəm ki, ən azından demirəm, bizim veriliş yaxşıdır və hamı bizə baxsın. Bizə baxmasınlar. Başqa milyon dənə proqramlar var, baxa biləcəkləri, izləyə biləcəkləri. Belə bir dənə də xəbər var idi, bu söhbət əsnasında yadıma düşdüyüm. YouTube-da indiyə qədər paylaşılan videoların içində cəmi 10 ya 13 video var ki, onlar tövsiyə olunur ki, bunlara baxın da. Yəni təsəvvür edin, milyondan çox nə milyon, milyardlarla. İndi bu dəqiqə bizim bu veriş danışdığımız ərzində belə milyondan çox video yüklənir. Yəni deyilənə görə 13 ya nə bilim neçə dənə video var ki, tövsiyə olunur ki, bunlara baxın da. Yəni o qədər videonun içində 13 video. Onun da biri Əhməd Adadır filmidir, çox. Yox, yəni ümumiyyətlə də, yəni demək istəyirəm ki, gör nə qədər az kontent var əslində baxılası. Belə, Cəmi Əhmədov, çox sağ olun, təşəkkür edirəm. Mən yenə yalnız buraxmadınız, çox sağ olun. Bir bu ev, bir də siz. Çox sağ olun. Bir də təvəllüd Xəzər. Növbəti verişdə də kommentlərə yazın. Biraz indi bu sezona ilk açılışımızda biraz həyəcanlıydıq biz də. Növbəti verişimizdə çalışacağıq, qonağımız da olsun, olmasa da dayıq. Qonağımız da olsun. Qonağımızı mən göstərdim. Qonağımız da olsun. Heç olmasa da mən tək burada evdə oturub danışacağam. Təşəkkürlər bu qədər baxdığınıza görə və nəsə tövsiyəniz də varsa yazın, biz də baxırıq. İrad və təkliflərinizi gözləyirik. Öpürük sizi. Çox səmimi oldu. Öpürük sizi, lap biraz çox oldu. Yəni məncə bağrımıza basırıq. Bağrımıza basırıq bəs.